بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن المسلمين والمسلمات والمؤمنين والمؤمنات والقانتين والقانتات والصادقين والصادقات والصابرين والصابرات الله والخاشعين والخاشعات والمتصدقين والمتصدقات الله والصائمين والصائمات والحافظين والحافظين فروجهم والحافظات والذاكرين الله كثيرا والذاكرات الله أعد الله لهم مغفرة وأجرا عظيما صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Çok sağ olun hacı. Allah bereket versin nefessiz ömrünüze. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilər, Quran və şübhələr verilişində siz əzizlərin xidmətindəyik. İnşallah bu günləri maraqlı bir məsələ ilə və maraqlı bir mövzu ilə siz əzizlərin inşallah məlumatlandıracaq inşallah əziz ruhanimiz Hacı Elnur Xudaverdiyevlə birlikdə. İstərdim əziz hacımız da salamlaşsın və mövzumuza davam edək. Hacı, xoş gəlibsiniz. Buyurun. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə əziz və dəyərli izləyicilərimizi salamlayıram inşallah. Allah hər birlərimizi bu müqəddəs yolda müvəffəq olmuşlardan qərar versin. İlhamı Rəbbil Alemin. Hacı, keçən verilişdə biz Quran-ı Kərimin cahillərin və keçmişin batil mədəniyyətlərindən təsirlənməməsindən danışmışdıq. Hətta bu mövzu ətrafında kifayət qədər danışdıq ki, məxsusən Quran-ı Kərim və İslam dini mübarizə aparıb qadın hüquqları ilə ki, qadın hüquqları qorunmalıdır və İslam həmən dövrdə ki, qadının heç bir hüququ yox idi, İslam gəldi, qadının hüquqlarını müdafiə elədi. Əziz izləyicilərimizdən belə bir sual, təbii ki, bu bizim üçün də çox maraqlı oldu ki, əziz izləyicilərimizdən sual ünvanlayıblar ki, siz ki deyirsiniz Quran-ı Kərim qadının hüquqlarını bu cür müdafiə eləyir. Bəqərə surəsinin 288-ci ayəsində Allahımız belə buyurur: "Vəlirrical əleyhinnə dərəcətun." Kişilərin qadınlara görə bir dərəcə üstünlükləri var.
Burada siz necə hüquqdan danışa bilərsiniz ki, kişi qadından üstün sayılır həmən kitabda. Əgər qadından kişi bərabərdirsə, necə olur ki, qadının hüququ kişinin hüququndan bir dərəcə aşağı olur, kişi ondan yüksək olur. Təbii ki, biz buna gərək elə bir cavab verək ki, əziz izləyicilərimizi də qane etmiş olar. Təbii ki, ola bilər də qane etməsin. Çünki bəzi hallarda mən dəfələrlə bunun şahidi olmuşam. Dəlil gətirirsən, sübut gətirirsən, sənin gətirdiyin dəlilə, sübuta indi ad qoyurlar malalamaq. Bəli, bəli. Deyirlər ki, yox bu dəlil deyir, sübut deyir, malalamaq. Doğrudan ola bilər. Bəzi gətirilən cavablar malalamaq kimi ola bilər. Amma o dəlil, sübut. Əgər insan orada görsə ki, burada ortalıqda doğrudan Qurani-Kərimin ayəsi var və yaxud hər hansı bir məntiqi dəlil var, Allah hamıya düşüncə verib də, onda ona əgər malalamaq adı qoysa, onda gərək biz hər nə kim nəsə dəlil gətirsə, istəsə elə ona biz malalamaq adı qoya bilərik. İstərdim inşallah bunun haqqında danışaq və sizin fikrinizi də biləm inşallah. Buyurun. O cürünə ki, işarə vurdunuz. Ümumiyyətlə, kişilərin qadınlardan bir dərəcə üstün olması məsələsi burada qadının dəyərini aşağı salmaq məsələsi kimi mənasına gəlmir və yaxud da kişilərin daha kamil olmağı mənasına gəlmir. Bu sadəcə təbii və yaradılışsal fikirlərlə bağlıdır. Yəni, kişi və qadının təbiəti müxtəlifdir. Qadının təbiəti incə və zərifdir. Kişidə isə daha möhkəm və davamlıdır. Və biz baxsaq Həzrəti Əli əleyhissalamın da bu barədə səhv etməsəm bir gözəl hədisi var ki, buyurur ki, qadınlar bir gülə bənzəyir. Əl-mər'atu reyhanətun və leysə bi qəhrəmanə. Bəli, qadınlar bir dənə reyhanəyə, gülə bənzəyirlər ki, nəinki bir qəhrəman. Yəni, qadının gözəlliyi, qadının zərafəti, qadının necə deyək, üstünlüyü Allah onu o cürünə yaradıb ki, qadın incə bir məxluqdur. Kişidə olan o üstünlük isə möhkəmlikdir. İstər əqli cəhətdən möhkəmlik, istər cismani möhkəmlik, istər müəyyən rəhbərçilik məsələsində kişinin atacağı addımı heç bir zaman qadın ata bilməz. Ona görə də ki, məsələn, sözlərdən də biri budur ki, müsəlmanlara deyirlər ki, müsəlmançılıqda məsələn, qadından rəhbər olmaz. Əslində din də bunu bizim dinimiz də son zamanlar, yəni müasir dövrdə dinimizin və alimlərimiz də bu barədə heç bir söz demirlər ki, yəni deyirlər qadın da rəhbər ola bilər. Amma müəyyən rəhbərçiliklər var ki, son sözü o deyir. Bu məsələdə din deyir ki, ya da bu məsələdə sən bura kimi gələ bilməzsən. Qadın məsələsi çətindir. Rəhbərlik məsələsində. Amma təbiidir ki, qadın ucala da bilər, qadın hər bir vəzifədə də işləyə də bilər. İslam, şəriət qadına stop qoymur bu məsələdə. Amma yenə deyirəm, qadında olan zəiflik bu məsələdə əgər cavab axtarsaq, qadının incəliyi və zərafətidir. Kişidə olan üstünlük isə kişinin möhkəmliyidir. Bax, Hacı, mən bir dənə bir söz deyim. Qadının öhdəsinə düşən işlər var, kişinin öhdəsinə düşən işlər var. Uca yaradanımız bizi yaradanda, təbii ki, qadının bu məsələlər var ki, uşaq dünyaya gətirməlidir, onu böyütməlidir, ona süd verməlidir. Gecələr ki, siz keçən verilişdə qeyd elədiniz, gecələr onun başının üstündə oyaq qalıb onu saxlamalıdır. Bu məsələləri nəzərə alaraq Allah bizi bu təbiətdə yaradıbsa, bizim yaranışımız da bu təbiətlə uyğunlaşmalıdır. Əgər qadın da kişi kimi yaransaydı, onda həmən bu öhdəsinə düşən işləri onda qadın bacarmayacaqdı. Elə eyni ilə olacaq idi kişi kimi. Eyni ilə kişi kimi. Və kişinin də öhdəsinə təbii ki, düşən işlər var. O, kişi də qadın kimi yaransaydı, zərif olsaydı, onda o evi təmin eləməkdir, qadının nəfəqəsini ödəməkdir, onda və yaxud ailəni qorumaqdır ki, güc qüvvə baxımından, onda təbii ki, kişi də onların öhdəsindən gələ bilməyəcəkdir. Bütün bu təbii prosesləri nəzərə alaraq Allah qadını incə məxluq kimi yaradıb ki, o uşaq dünyaya gətirəcək, kişini güclü bir varlıq kimi yaradıb ki, o bu ailəni saxlayacaq, dolandıracaq, onun nəfəqəsini verəcək, onu müdafiə eləyəcək və onu qüvvətli kimi saxlayıb. Mən mütaliə eləyəndə belə bir hədisə rast gəldim. Peyğəmbərimizdən soruşdular ki, ya Rəsulallah, evdə kişinin hüquqları çoxdur ya qadının? Peyğəmbərimiz Allahın səlavatü səlamı olsun ona, onun pak ailəsinə. Peyğəmbər buyurdu,
kişinin hüquqları qadının hüquqlarından çoxdur. Nə üçün? Deyir, çünki kişinin boynunda məsuliyyət qadından daha artıqdır. Və Quran-ı Kərimin o haqda ayəsi var, inşallah ora işarə eləyəcək. Və bu üstünlük yalnız bu baxımdandır. Başqa baxımlardan, insanlıq baxımından, Allah yanında bəndəçilik baxımından ki, biz Quran-ı Kərimin ayələrindən işarə elədik, o baxımlardan heç bir üstünlükləri yoxdur. Bir dənə də məsələ var. Hər bir cəmiyyətin qabağa getməyindən ötəri. Bəli. Biz misal üçün deyirəm. Ona bir rəhbər lazımdır. Bir cəmiyyətdə əgər o cəmiyyətin rəhbəri yoxsa, o cəmiyyət qabağa gedə bilməz. Bəli. Ölkə də bu cür nədir, cəmiyyət də bu cür nədir, şəhər də bu cür nədir, kənd də bu cür nədir, gəldik çıxdıq ailəyə. Hətta hədisi o şəri hökmümüz də var. Deyir, 2 nəfərsiz bir üzü qabağa qoyun, arxasına namaz qılın. Hətta alimlərimizin əksəriyyəti bu məsələdə, yəni müasir alimlərimizin əksəriyyəti deyirlər ki, bu məsələdə ki, Allah Taala deyib o üstünlük, o ailə daxilində olan, bir dənə ailənin içərisində olan üstünlükdür. Yəni bir ailənin içərisində kişi, sən bir addım qadından nəsən? Öndəsən. Çünki nəyə görə? Qadın evin daxili işlərin üzərindəndir. Yenə deyirəm, çətin məsələdir, çox çətin məsələdir. Bir dənə uşağın hamilə qalmaq. 9 ay təsəvvür edin. Bu qadın yarıcanlıdır, üzr istəyirəm. Düzdürmü? Bəli. Və yaxud da ki, uşaq dünyaya gəlib. Neçə il o uşağa baxım söhbəti var. Elə. Uşağa xidmət eləmək var. Cəmiyyətdən bir növdə müəyyən dərəcədə təcrid olunur qadın. Bəli. Yaxşı. Əgər bu rəhbərçilik olsaydı, bu daima gərək cəmiyyətin arasında olaydı. Yaxşı, bu evə ruzi gətirmək lazımdır. Bu evə qazanc gətirmək lazımdır. Bu evin maliyyəsini təmin eləmək lazımdır. İqtisadi baxımından bunu ailəni qabağa aparmaq lazımdır. Bu işi kim görməlidir? Axı qadın yarıcanlıdır yaxı. Elədir. Bu baxımdan alimlərimiz deyir ki, o bir dənə ailəyə aiddir. Bir dənə ailənin içərisində bir nəfər rəhbər olmalıdır. O rəhbərçiliyi də Allah kimin öhdəsinə qoyub? Əslində bu bir məsuliyyətdir. Nəinki kiçilməkdir qadını. Elədir. Əksinə bir addım kişini qaldırıb ki, kişiyə əlavə məsuliyyət qoyub çiyninə ki, məsələn, götürək bizim üzərimizə hər bir kəndin bir bələdiyyəsini misal gətirək. Bir dənə bələdiyyə vəzifə verilib. O mənədir ki, o kətdəki olan o bir kəndin hər hansı bir sakin o bələdiyyədən kiçikdir. Düzdürmü Allah yanında? Yox. Məqamlar eynidir. Sadəcə ona xüsusi bir vəzifə verilib ki, sən bu adama nə etməlisən? Xidmət eləməlisən. Əslində onun işi nədir? Xidmətdir. Bu ailədə də Allah bir növ belə baxsa, bu cür nədir ki, Allah kişiyə xüsusi bir imtiyaz verib ki, ailəni dolandırmaqdan ötər, ailəyə baxmaqdan ötəri, bu nəinki qadını kiçilməkli mənasıdır. Hacı, ayəni oxusuq, tərcümə eləsək, onda daha aydın olur. Bəli, bəli. Uca Yaradanımız Nisa surəsinin 34-cü ayəsində belə buyurur. Ər-ricalu qavvamun alən-nisa. Kişilər qadınlardan güclüdürlər. Bima faddalallahu ba'dahum ala ba'din və bima anfaqu min amwalihim. Bəzi fəzilə, yəni burada fəzilə, yəni üstünlüklər var ki, Allah veribdi ona və bir də bu üstünlük onların infaqına görədir. Allah bu kişini üstün onun üçün verir ki, bu məsuliyyəti siz qeyd elədiyiniz kimi kişinin çiynində qoyub. Ki sən zəhmət çəkməlisən, sən bu ailənin bütün təminatlarını ödəməlisən ki, bu sabahlar bu ailənin hər hansısa bir maddi, mənəvi bir sıxıntıları olmasın. Eynən bir dənə rayonun təsəvvür edin, müəyyən vəzifəsində işçiyəndir. Onu o vəzifəyə təyin ediblər. O mənədir ki, o şəhərin cəmiyyətindən üstündür. Sadəcə onu vəzifəyə gətirib qaldırıb qoyub ki, sən bu cəmiyyətə neynə? Xidmət elə. O bir dənə misal yadıma düşdü. O yeri gəlmişkən deyim. Bir xanım iddiası bu idi ki, bir gün ikisi də alimdir. Müştəhid dərəcəsindədir, savadları eyni. Qadın oturub fikirləşir, necə ola bilər ki, şəriət səndən müştəhid olar kişi. Mən xanımdan şəriət müştəhid olmağa icazə vermir. Bu ədalətsizlikdir. Kişi baxdı ki, ikisi də müştəhid dərəcəsindədir. Savadlı da alimdirlər. Kişi baxdı ki, mən bu qadını necə başa salım? Bu sözlə desəm başa düşməyəcək. Dedi, yaxşı, deyərəm sənə, fikirləşib deyərəm cavabını sənə. Bu səfər adı ilə çıxdı evdə. Dedi ki, mən neçə gün evdə olmayacaq. Kişi çıxdı evdən. Evdə çıxandan sonra qulamına yaxınlaşdı. Dedi ki, mən gedəndən sonra xanıma yaxınlaşarsan, deyərsən ki, ağam məni üzr bil, ağamın barəsində bir söz var sənə deyim, ağam sənə xəyanət edir.
Desə nə? Dedi, başqa bir şəxsin yanına gedir, sənə xəyanət edir. Qaldıqa bu sözü deyir, qalanına işin yoxdur. Bu məsələ, bu gedir durur müəyyən bir kənarda. Qadına bu nökər bu sözü deyəndən sonra qadın aləmi vurur, kişinin palı, paltarı, kitabları hamısı gətirir, tökür həyətin ortasını, istəyir od vura, yandırır, kişi bir yandan çıxır, xanım, niyə belə eləyirsən? Deyir, sən mənə xəyanət elədin, sən belə. Dedi, xanım, niyə bu addım atdın? Kimin sözü ilə? Axı, sən alimsən. Baxın, rəhbərçilik məsələsindən deyir. Deyir, mən belə bir məsələ olmuyor, bu qulağıma mən öyrətdim. Sadəcə sən mənə bir sual vermişdin ki, niyə bizdən rəhbər olmaz, rəhbərçilik ancaq siz kişilərdən olar? Mən bunun cavabını sənə başa salmaq üçün... Biz hisslərimizlə rəftar edirik. Bəli. Biz kişilər hisslərimizlə rəftar eləmirik, hərəkət eləmirik, addım atmırıq, rəhbərçilik eləmirik. Amma siz qadınlarda o hisslərlə rəftar eləyirsiniz. Ona görə Allah Taala sizə qadağa qoyub. Deyir ki, əgər siz belə təsəvvür edin, bir ailədir. O ailədə əgər ailə başçısı yoxdur və onlarda varsa da bunların arasında heç bir üstünlük yoxdur. İndi bu ana bir evlad dünyaya gətirib. Bu gecə indi təbii ki, uşaq təzə dünyaya gələndə bunun narahatçılıqları olur da. Gecəni səhərə qədər bu ana bunun bütün qulluğunda durmalıdır və səhər də durub getməlidir işə və yaxud qazancalayacaq. Allah bölgünü elə şəkildə bölübdür ki, bu ailə təmin olsun. Bəli. Təbii ki, burada heç birinə güc düşmür. Bəli. Təbii ki, burada yəni elə bil ki, işin ən ağır tərəfi kişinin öhdəsinə düşdüyünə görə o ruzi qazanmaq məsələsi, ailəni təmin eləməsi məsələsi önə çıxdığına görə uca yaradanımız olur ki, və bima ənfəqu min əmvalihim. Buna görə üstündür ki, mən onu üstün bildim ki, öz malından sizə infaq elədiyinə görə. Yəni bu zəhmət çəkir, sizi təmin eləyir və ailə təməllərini qoruyur. Bəli, bəli. Yəni bu məsələlərin üstünə gələndə biz görürük ki, Allahımız burada buyuranda ki, Qurani Kərimdə buyuranda ki, kişi qadından bir dərəcə üstündür. Burada məqsəd nəydən gedir? Bəli, hacı. Və təbii ki, bu mövzu ətrafında başqa bir sözlər də var ki, siz ki, deyirsiniz ki, Quran cahillərin mədəniyyətlərindən təsirlənməyibdir. Quran-ı Kərimin özündə də bu məsələ var ki, oğlanı qızdan üstün bilirlər. Ki, gəlirlər, mələklərin özlərin qız adlandırırlar. Deyirlər ki, mələklər elə ki, Allahın qızlarıdır. Ki Allah da uca yaradanımız bu məsələnin haqqında deyir ki, siz ədalətli bölgü eləmirsiniz. Oğlanları özünüzə, qızları mənə verirsiniz. Deməli, bu düşüncədədir, Allah özü də bu düşüncədədir ki, qızlar oğlanlardan zəifdir. Ki, bu məsələlər var ki, bunun özünün də mənası var. Xeyr, Allah onların özünə cavab verir ki, siz öz beyninizdə bir məfhum qurmusunuz, oğlanı qızdan üstün bilmirsiniz və gəlib həmən o öz beyninizdə zəif olanları mənim öhdəmə qoyub bir yanlış, belə deyək, ədalətsiz bölgü eləmişsiniz. Amma Allah üçün mələklərin belə cinsiyyətləri yoxdur. Mələklərin nə cinsiyyəti olacaq ki? Allah ona görə də ki, bax, bəzi bu suallara cavab verməkdən ötəri Həzrəti Saranı bizə misal gətirib Quran-ı Kərimdə. Həzrəti Məryəmin Quran misal gətirib bizə. Xanım Xədicə hədislərdə misal gətirib, xanım Fatimə Zəhra salamullah əleyha. Bunlar hamısı ilahi nümunələrdir və Peyğəmbərin simasında bəşəriyyətə çatdırılır ki, qadına, o şəxslər ki, o cəmiyyəti ki, qadını aşağı səviyyədə görürsünüz. Əslində, Allah bəşəriyyətə çatdırmaq istəyir ki, mənim nəzərimdə qadınlar, bax, belə ən üstün məqama, kişilərin çata bilmədiyi məqama çatmış xanımlar var. Sara kimi, Məryəm kimi, Xədicə kimi, Həzrət xanım Fatimə Zəhra kimi. Məsələn, Həzrət xanım Fatimə Zəhra salamullah ilə sözü bundan yavaş-yavaş yekunlaşdıraq. Baxın, təsəvvür elə, bəzən hər işin içərisində bir hikmət var. O qadınların, Peyğəmbərin dövründəki qadınlara ki, o gözlə baxan bir cəmiyyətə Allah dərs verməkdən ötəri alimlərdən biri dedi, imtahan olaraq Allah Peyğəmbərin iki övladını əlindən aldı.
o cəmiyyətə nə isə çatdırmaqdan ötər. Qadının əzəmətini çatdırmaqdan ötər. Peyğəmbərin o iki övladını aldı. Ondan sonra xanım Fatimə Zəhranı ona ruzi qərar verdi. Sonra qadının nəyə nail olmaqlığın, qadının əzəmətin, qadının şöhrətin, xanım Zəhranın simasında bütün qiyamətə kimi bəşəriyyətə çatdırdı. Yəni qadın budur. Sizin aşağı gözlə baxdığınız qadın bu günləri gün gələcək, nəsli bütün dünyanı şərdən qərbə bürüyəcək. Bu gün seyyidlər həmin xanım Zəhranın balalarıdır. Baxın, Zəhra balası budur. Bir zamanda bu məsələ baş verdi ki, qadınlara qarşı təsəvvür edin, qadın, yəni cəmiyyətin ən lazımsız əşyanın bir qiyməti vardı, amma qadının bir qiyməti yox. Elədir. Cahillərin bu adəti, ənənələri belə idi ki, onlar qızın adı belə gələndə Quran-ı Kərim bu ki, onların deyir, əsəbdəndir, rəngləri qaralır. Biz lap əvvəl o şahlıq dövrümüzdə mənim bu məsələləri mütaliə edəndə bir məsələ yadıma düşdü hacı. Keçmişdə imamları, peyğəmbərlərin şəkillərini çəkirdilər. Onların yanında mələklərin də şəklini çəkirdilər. Mələkləri qadın formasında çəkirdilər. Həmən bax bu batil düşüncələrin, batil mədəniyyətlərin fikri idi ki, mələklərin özün belə qız formasında, amma əslində Allah üçün onun qız ya belə deyək, oğlan olması məsələsi önəmli deyil ki, yəni istər qız olsun, istər qadın, amma mələyin cinsi olmur ki. Mələklər, yəni o uca yaradanımızın bir yaratdıqlarıdır. Onlar üçün indi biz nə cins təsəvvür eləyə bilərik. Və təbii ki, Quran-ı Kərimin ayələrində də ki, o mələklər güc baxımından, onlar güc təmsilçiləridirlər deyibən və kişi də o güc təmsilçisidir deyibən, Allah-u Teala Quran-ı Kərimdə mələkləri müzəkkər formasında bəli canlandırıbdır. Təbii ki, bu ayələrdə adı çəkilən ki, qadın, kişi məsələləri onların belə deyək, bir-birindən üstünlük məsələsi deyil. Allah-u Teala Quran-ı Kərimdə əgər kafirləri bu məsələ ilə söhbət açanda onların fikirlərinin yanlış olduğunu ortalığa gətirir ki, siz yanlış düşüncədəsiniz. Qadın, kişi mənim üçün heç bir fərqi yoxdur. Bu sizin üçün narahat edicidir ki, mələkləri qadın formasını, qız formasında mənə nisbət verirsiniz, kişiləri ya oğlanları özünüzə nisbət verirsiniz. Bu sizin üçün narahat edicidir. Mənim üçün bunun heç bir narahat edici bir tərəfi yoxdur. Ümidvarıq ki, inşallah biz bu məsələdə lazımlı məlumatları siz əzizlərə verə bildik. Əgər hər hansısa bir çatışmamazlıq olsa da, siz əziz izləyicilərdən fikirlərinizi gözləyirik inşallah. Allah amanında gələn verilişlərə də sağ olun.